Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Cobran Xəlil Cobrana bir baxışığın 6-cı hissəsini başlayırıq. Biz Təlaidar-ı Heyran kitabından bir para nağıllar ki Farsca mən tərcümə eləmişdim ərəb dilindən, oxuya-oxuya türkçəyə göndərib sizlərlə paylaşırdım. Bu nağıl ki sizlərə oxuyacağım, tanımaq və tanımağın yarısıdır. Nağıl bir fəlsəfi bir nağıldır. Deyir, nağıl belə başlayır. 4 dənə qurbağanın hekayətidir. Bu 4 dənə qurbağa bir üzən ağacın üstündə oturmuşdular. Bu ağac suyun üzündəydi. Bir çay da axırdı. Bu ağacın üstündə 4 qurbağa var idi. Bu da ağaçda gedirdi, hərəkət edirdi. Birdən-birə bir səhimli, bir ağır dalğa qavzanır. Bu ağac parçasını çayın yarısına kimi, içərisinə kimi özü ilə aparır. Sular bunları aparırdılar bu 4 qurbağanı. Bu çayın aram axarı ilə bu ağac parçasını da dərbədirdi, tərpədirdi. Qurbağalar bu suyun üzündə sevinclə rəqs eləyib və bu rəqsidən ləzzət aparırdılar. Niyə ki, bunlar belə bir dənizi sürmək bunlara əl verməmişdi bura kimi. Birazdan sonra birinci qurbağa səslənir, deyir, əcəb, bu ağac parçası nə təəccüblü bir şeydir. Ey mənim yoldaşlarım, gəlin baxın görün, bu necə hərəkət edir, necə gedişatı var bunun. Allaha and olsun, mən buna tay bir şey görməmişdim. İkinci qurbağa deyir ki, yox, mənim yoldaşım, bu ağac parçası burada hərəkət eləmir. Gediş buna aid deyil. Burada bir təəccüblü bir şey yoxdur ki. Sən o cür ki, fikr eləyirsən, o cür deyil. Niyə ki? Suların axarı öz təbiətinə görə bu ağac parçasını dənizlərə sarı aparırlar. Biz də bu çay hərəkət elədikcə hərəkət eləyirik. Bu hərəkət çaydadır, sudadır, ağac parçasında deyil. Üçüncü qurbağa deyir, yox, canıma and olsun, yox, ey mənim yoldaşım. Ey mənim yoldaşlarım, sizin ikiniz də ən böyük yanlışdasınız. Düz yol getmirsiniz. Burada nə ağac parçasında gediş var, nə bu çayda gediş var. Hərəkət bunların heç birində yoxdur. Həqiqət budur ki, bizim fikrimiz, bizim düşüncəmiz hərəkətdədir. Çünki o hərəkət eləyir, biz belə zənn edirik ki, cismlər də hərəkətdədirlər. 3 qurbağa bu gedişin barəsində hərəkətlə asılı bir-birləri ilə ağır bir bəhsə girirlər. Elə bəhsə girirlər ki, bunlar heç vaxt bir-birləri ilə müttəhid olanmırlar. Bir düşüncəyə yerləşənmirlər. Sonradan 4-cü qurbağaya ki, ta o ləhziyə kimin sakit, aram oturmuşdu, huşbaşla bunların sözlərinə qulaq asırdı, üz tutdular 4-cü qurbağadan soruşdular ki, sənin baxışığın nədir? Sənin nəzərin nədir?
Sən nə deyirsən, burada nə hərəkət eləyir? Dördüncü qurbağa onlara belə deyir. Ey yoldaşlar, sizin hamınız haqsız, hamınız düz deyirsiniz. Heç biriniz yolunuzu azmayıbsınız. Niyə ki? Bu hərəkət həm ağac parçasında, həm bu suda, həm bizim fikrimizdə var. An-ı vahiddə var. Bir anda var. O bir ləhzədə bunların üçü də hərəkətdədirlər. Niyə ki? O Yunani filsuf demişkən Heraklit, həmi çiz در حال hərəkət است. Hər şey hərəkətdədir. Bu söz bu birisi qurbağaların xoşuna gəlmədi. Ürəklərini aparmadı. Niyə ki bunların hamısı bir etiqadları bu idi. Belə düşünürdülər ki, təhcə onların biri haqqıdır. Ola bilməz bunların hamısı haqdan bəhrə aparalar. Yoldaşları qətiyyən yollarını azıblar. Nə təəccüblüdür o hadisə ki, ittifaq düşür. Bu üç dənə qurbağa ki, bir-birləri ilə qan-bıçaq idilər, düşmən idilər, əl-ələ verib, dördüncü qurbağa ki, bunlara haqq vermişdi, yapışırlar bu qurbağanı, güclə atırlar suyun vəsətinə, dalğanın vəsətinə. Bu da sənin düşüncən. Ey dördüncü qurbağa, sənsən bizlərə haqq verib, haqq qail olursan, sağ olasınız, gələn görüşə qədər.